Hə, köhnələr, sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Mən tez-tez bu yoldan istifadə edirəm işə gedəndə ya da işdən qeydəndə. Baxın görün, bax bura haradır. Bildiniz də haradır da burada. O yanda o qış parkı, basin. Yəni bu köhnə küçələrdən biridir. Nəyə görə mən indi sizə bax müraciət edirəm? Nəyə görə mən çəkiliş edirəm? Həmişə mən buradan keçəndə bir neçə dəfə olub ki, qabağıma bir uşaq rast gəlib. Uşaq fiziki qüsurludur. Yəni, Allah bütün balaları saxlasın. Uşaq iki tərəfli xasa ilə yeriyir. Siz mənə başa düşdünüz nə? Yəni dəqiq onun diaqnozu nədir mən deyə bilmərəm. Amma hər dəfə o uşağın belə necə mən sizə deyim, həyata qarşı bax belə kişi kimi dayanaqlı olmağı mənə cəlb eləyir. Baxıram, keçəndə balet eləyirəm ona, görürəm ki, özü dostları ilə çox vaxtı bax burada, bax həmən bu çəmənlikdə top oynayırlar, futbol oynayırlar. Təsəvvür edirsiniz, iki xasa ilə olan uşaq, bax burada həm də futbol oynamağa da özündə bax o cürəti, kişiliyi necə deyərlər tapır və ətrafa da nümayiş etdirir. Sözsüz ki, bu çox böyük göstəricidir. Bu onu göstərir ki, gör nə qədər bu uşağın daxilində güc var, qüvvə var ki, o boyda, yəni problemin qarşısında yenə də bu uşaq sınmayıb. İndi gələk çıxaq digər məsələyə. Yəni ümumiyyətlə mənası nədir mənim bu danışıqlığım? Biz hamımız çox gözəl bilirik ki, bizim ölkəmizdəki olan əlillər ən belə demək olar ki, sosial müdafiəsiz olan bir insanlardır. Yəni ayda 400 manat pensiya verməklə deyil, bilməm 400-dür, 500-dür maksimal birinci qrup əlilliyə. Əlillər üçün bir şərait yaratmaq lazımdır. Yəni bizim yeraltı keçidlərimizdə olan o əlillər üçün işlənilən aparatlar demək olar ki, heç biri işləmir. Bakubasda özünüz neçə dəfə videolarda şahid olmuşsunuz ki, yəni heç də, yəni ki, ümumiyyətlə sürücüyə çıxıb kömək eləmək istəmir ki, o əlili oradan qaldırsın yuxarı, yoxsa neynəsin. Bir dəfə mən video çəkmişdim o barədə ki, bir dənə bizdə xüsusi məktəb var, əlillərin məktəbi, onu da hələ bağlayırlar. Yəni, əlillərə qayğı, diqqət sıfırdır da, başa düşürsünüz. Yəni ki, müqayisə eləmək üçün də çox ölkələr var. İndi yaxşı, bunu qoyduq biz bir qırağa, əlilləri də qoyaq bir qırağa, bizdə onsuz deyək, dəstək, dirək, heç kəsə yoxdur, o ki, qaldı əlillər. Yəni, əlil oldum burada, öl də. Sözüm mənim bax nedədir? Yəni bunu eləmək olar da. Yəni görürsünüz ki, bax bu əlillərin arasında, fiziki qüsurlu insanların arasında bir də görürsünüz bax bu cür nə samarodiklar çıxırlar da, brilyantlar. Hansı ki, daxili çox gücləri var, qüvvələri var. Bax bu cür nə, bax belə boşluqda, çəmənlikdə, yəni hara müraciət eləmək lazımdır? Kimlər gərək görsün bu videonu ki, bax ümumiyyətlə tək buradan söhbət getmir hər yerdə. Bax belə boşluq olan yerdə uşaqlar üçün idman meydançası tiksinlər. Hə? Yoxsa mən bilirsiniz, hardasa yenə də düşünürəm ki, indi bir dəfə də mən buradan keçəndə görəcəyəm ki, burada artıq bir dənə mol tikiblər, yaxud nə bilim, otel tikiblər, yaxud bir dənə də o yeni tikili bina, hansı ki, part-apart tikirlər, amma ki, hamısı mənzillər bombalan boşdur, çünki cəmaatda pul var, getsin orada ev alsın. Hə? Yəni, bax, sözüm ondadır. Necə, kim gərək baxsın bu videoya? Hardan gərək maliyyələşsin ki, bax, bu cürlə bax, çəmənliklər, hansı ki, bax, özü hələ gəl deyir ki, yəni məni idman meydançası elə də, hə, eli yöndə nə olar? Xaricdə, hələ Skandinaviya ölkələrində, Almaniyada, hər məhəllə arası, atdım başı, bax, belə yerlər, hamısında, yəni ki, kiçik də olsa bir futbol, basketbol, voleybol bir meydançası var. Hə? Sonra da həmçində biz şikayətlənirik ki, bizdə komanda növlü, tağım növlü oyunlar inkişaf eləmir, idman növləri inkişaf eləmir. Onun inkişafı üçün birinci nə lazım? Bax, bu lazımdır. Xaricdən legionerləri pulla alıb getirmək, çıxartmaq ortaya ki, Azərbaycan qalib gəldi, yox. Öz vətənimizdən çıxan, bax, idmançılarımızı yetişdirək. Bunlar üçün də, bax, belə yerlərdə meydançalar lazımdır. Başa düşürsünüz məni. Buradan da həmən o əlil uşağa mən görsə məni birdən istəsə, deyirəm ki, qaqaş, möhkəm ol. Sən özün çoxları üçün nümunəsən. Bəlkəm də hələ, yəni ki, bəlkəm yox, hələ 100%. Hələ hətta mənim üçün sən nümunəsən.
qəlbdən qəlbə bu qədər.